stansiyası. Takla Özgür Station. Kapılar bağlanır. Növbəti stansiya Neftçilər. The doors are closing. The next station is Neftçilər. Yaxşı, necəsiz? Hər kəsə salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Öncəki çəkilişlərdən, öncəki görüntülərdən yəqin ki artıq anladınız. İşə gəlirdim. Yoldaşım axşam növbədə idi deyə bugün özüm gələsi olmuşam işə və tez gəlmişəm. Normalda iş vaxtım saat 9-da başlayır. Hal-hazırda saat demək olar ki 9-un yarısıdır. 9-a 28 dəqiqə işləyibdi. Gəldim, yuxarı qalxmaq istəmədim. Dedim, biraz aşağıda oturum, ağaclıqda oturum, biraz nəfəs alım. Bura bizim universitetimizin kampüsüdür qızlar. Düzdür, elə də geniş kampüsümüz yoxdur, amma yaxşıdır. Qəşəngdir, səliqəlidir, təmizdir, oturacaq yerləri boldur. Yəni, yaxşıdır. Gün ərzində də, məsəl üçün, hava almaq istəyəndə çıxıb arada burada otururuq, biraz vaxt keçirdirik. Ağaclarımız falan da var. Çoxsu da zeytun ağacıdır qızlar. Böyük əksəriyyəti zeytun ağacıdır. Yəni yaşıllıqdan boluq da, belə deyim. Yaşıllıqdan boluq. Yolda gələrkən yeni kitaba başladım qızlar. Ceyhun Hidayətlinin Əqrəb kitabına başlamışam. Bu yazıcı ümumiyyətlə detektiv janrında yazır. Mən də detektiv əsərləri sevirəm. Bəyaz Şeytan kitabının da müəllifi Ceyhun Hidayətlidir. Bunu oxuyandan sonra inşallah ki Bəyaz Şeytanı da alacağam. Onun hətta burasında belə qıfıl da var. Yəni müəyyən bir hissə belə qıfıllanmış formadadır. O hissəyə qədər oxuyursan, ondan sonra nəsə şifrə var. Şifrəni tapıb o qıfılı açmağa çalışmalısan da. Yəni diqqətli oxucu onu bilməlidir, belə deyək. O əsər də marağımdadır, onu da oxuyacağam. Bunu indi başladım. Avtobusda başladım. Çox maraqlı gedir. Detektiv bilirsiniz ki, ümumiyyətlə oxunaqlı əsərdir. Artıq 26-cı səhifədəyəm. Ümumilikdə 208 səhifədir, 7 fəsildən ibarətdir. Görə indi bunu mən neçə gün oxuyacağam. Adətən detektiv kitablarını mən 2 günə bitirirəm. Düşünürəm ki, bunu da 2 günə bitirərəm qızlar. Başladım kitaba. Ümumiyyətlə bu aralar demək olar ki, fasiləsiz oxuyuram, fasiləsiz kitab oxuyuram. Bundan öncə Məsudə Cabbarın Cahan əsərini oxudum, bitirdim qızlar. Onu da çox tez bir zamanda oxudum. Heç yəni fürsət tapıb çəkmədim də, göstərmədim də. O əsəri də bəyəndim. Düzdür, çox da belə türklər deməli abartıldığı qədər deyil, amma ki yaxşıdır. Yəni oxunaqlı idi, sonu biraz sürprizli idi. Yəni heç elə gözləmirdim. Bu kitabda da qızlar mövzu dediyim kimi detektivdir, yəni artıq bir ailənin fərdinin öldürüldüyü üzə çıxıbdır. Yaxşı, belə deyim də, yaxşı bir ailənin övladı öldürülübdür. Atası biznesmendir. Bundan sonra da görünür ki, həyatları alt-üst olacaq və kitabın arxasında elə oxuyub yəni almışdım, marağımı çəkmişdi. Türkiyədən yenicə qayıtmış detektiv Kənan Orucov baş verən hadisələrlə bağlı, yəni uşağın ailəsinə köməklik eləməyə çalışacaq. Uşaq dediyim, yəni 18 yaşında gənc oğlan öldürülüb, hissələrə ayrılıb, şəhərin müxtəlif hissələrindən meyidin parçaları tapılıbdır. Belə bir şeydən bəhs eləyir. İndi başlamışam, görək sonu necə gedəcək, arxası necə gedəcək. O tərəfə gün düşdü, keçdim, burada da oturdum, biraz oxudum. O gün
universitetdə məzun günü olmuşdu. Kiminsə məzun dəstinin papağı qalıb burada. 22-26-cı illərdə oxuyan 4-cü kurslarımız məzun oldular. Burada tədbir təşkil olunmuşdu. Mən qalıb iştirak etmədim, amma belə pis keçməmişdi, maraqlı keçmişdi. Artıq yavaş-yavaş qalxım yuxarı, istəməyərəkdən də olsa qalxım yuxarı. İnansız qızlar, bu ayın axırı məzuniyyətə çıxıram. Yəni iyulun 31-i axırıncı iş günümdür də. Hər gün sayıram. Bu gün nə bilim, falan qədər günüm qaldı. Sabah falan qədər günüm qalacaq. Axırı ki bitiririk bu ili də, başa vururuq sağ-salamatçılıqla. Əsas odur məzuniyyətə gedək. Sağ-salamatçılıqla da qayıdaq. Gün ərzində işlərimi görməyə çalışıram qızlar. Düzdür, elə də çox işim yoxdur, amma gündəlik gələn sənədlər, tapşırıqlar olur ki, onları yerinə yetirməliyik. Bu arada qızlar, bizim işimizin bir qismi kompüter üzərindən olur, bir qismi isə əl yazma ilə həyata keçirdirik. Əmrlərin qeydiyyatı, nə bilim çıxan sənədlər, gələn sənədlərin qeydiyyat kitabları var ki, yəni onlara əllə işləməliyik. Mən artıq 13-14 ildir yəni işləyirəm. 2013-cü ildən işləyirəm də. İlk işə başladığım il yadımdadır ki, biz maaş tabelini xüsusi blanklarda əlimizlə yazdırdıq. Bir dənə səhv olanda mütləq şəkildə o kağızı cırıb atmalıydıq, yenidən yazmalıydıq. Səhv yəni qəbul edilməz idi. Yəni orada ağardıcı eləmək, qaraltmaq belə şeylər olmazdı. Qəti qadağan idi. İndi amma maaş tabelini məsəl üçün kompüterdə yazırıq və bu çox rahatdır. Çünki yəni səhv də eləyəndə onu düzəltmək şansın olur. Bir işin iki olmur da, belə deyək. Amma yenə də nə qədər də olmasa mən düşünürəm ki, insan əməyindən bir dəfəlik yəni əl çəkmək olmur da. Ona görə də bəzi işlərimiz var ki, belə əl yazma ilə eləyirik. Bir çoxu kompüterləşib artıq. Belə gün ərzində işlərimi görürəm. Biraz vaxt tapdım, kitabda dedim oxuyum. Bugünə heç abed falan heç nə gətirməmişdim qızlar. Heç bir şey. Elə günü çayla, şirniyyatdan belə yola vermişəm. Qızlar, iş saatımın sonu gəlir, çatır. Saat 6-ya 5 dəqiqə işləyir. Bugün gün yaxşı keçdi. Ümumiyyətlə, gün yaxşı keçdi. Bəzən olur ki, qızlar, inanırsınız, yəni ki, vaxt getmir. İş görürəm, güc görürəm. Məsəl üçün, təsadüfən indi saata baxıram ki, saat 3-dür. Sonra başım qarışır işə. Öz-özlüyümdə fikirləşirəm ki, yəqin artıq saat 4 olar da. Nə, başımı qaldırıram ki, yox, saat 4-də işləyir 20 dəqiqə. Yəni saat 3-ə 20 dəqiqə bundan öncə baxmışam da, amma mənə elə gəlir ki, 1 saat da artıq keçib saata baxmağımın üstündən. Yəni bəzən elə vaxtlar olur ki, vaxt heç cürə keçmir. Biz də il sonu işlərimizin hamısını görmüşdük deyə, ümumiyyətlə yəni vaxtı öldürmək olmurdu. Yəni iş olanda deyirəm də, yəni adamın başı qarışır. Amma olmayanda ümumiyyətlə yəni ki, belə deyim də, məşğuliyyət axtarırsan ki, vaxtı nə ilə öldürüm. İndi son zamanlar biraz belə işlərimiz üst-üstə gəlib, əlavə işlər tapşırılıbdır. Onları işləyirik, onları hazırlamaqla məşğuluq. Ona görə də vaxtımız gedir. Yəni bu həftə ümumiyyətlə çox tez bitdi. Mən deyərdim ki, çox tez bitdi. Bəzən olur ki, həftədə gec gəlir, artıq vaxtımın da qurtarmağına bax, hardasa 20 dəqiqə falan qalıb. Çıxım yavaş-yavaş. Bu günlərim qızlar, yoldaşımın dayısı nəvəsi dünyaya gəlib, uşağı xəstəxanadan çıxardıblar. Biz də yoldaşımın dayısı ilə yığışacağıq, qurban falan kəsilibdi.
Kamal dünyaya gəlib. Oğlan övladımız dünyaya gəlibdi. Qədəmləri mübarək olsun. Gedirəm mən də uşağı görməyə. Buradan birbaş ora gedəcəm. Yavaş-yavaş durum, yığışım. İşdən çıxdım, gəldim yoldaşımın dayısıgilə. Artıq uşaqlar gəlmişdilər, oradaydılar. Mən onlardan biraz sonra gəldim. Gəldim, gördüm ki, həyətdə qəşəng bir dekor qurublar uşaq üçün. Yəqin ki, rənglərindən artıq məlumdur. Gələn uşaq oğlan uşağıdır, adını Kamal qoyublar. Ayağı düşərli balalardan olsun, ağıllı balalardan olsun, atasının, anasının hər zaman fəxri olsun. Canı sağlam böyüsün inşallah. Xəstəxanadan çıxan gün idi. Dediyim kimi qurban kəsilmişdi. Biz də bu münasibətlə yığışdıq, hamımız getdik. Çox qəşəng dekor qurulmuşdu qızlar. Uşağın paltarları falan, bunlar hamısı belə xonçalara düzülmüşdü. Mən bu uşağın atasının, anasının toyunu, nişanını onlarda paylaşmışdım. İndi də qismət oldu. Balalarının vloqunu paylaşıram. Düzdür, yəni çox belə çəkiliş eləyə bilmədim. Maksimum 4-5 dəqiqəlik bir vloq çıxdı, video çıxdı belə deyim. Onu da əlavə elədim vloquma. Uşaqlar çox idi. Yoldaşımın dayısı nəvələri, sonra qaynımın uşaqları hamısı buradaydılar. Uşağa da çox belə xüsusi maraqla baxırdılar. Düzdür, belə uşağı çəkmədim. Uşağı çəkmədim, onun yerinə xonçalarını çəkdim. Bu da gül idi. Heç bunu bilmədim kim gətirib, kim verib. Amma çox gözəl idi, çox kreativ bir şey idi. Elə bir ki, tortuydu. Tortun içində də gül var idi sanki. Güllər də təbii güllər idi də. Yəni çox belə qəşəng düşünülmüş bir şey idi. Çox bəyəndim. Ən əsas bu dekoru bəyəndim. Xonçaları falan hamısı gözəl idi. Əsas odur ki, bəxti taleyi gözəl olsun. Düzdür, adətən qız uşaqlarına o sözü deyirlər, amma mən düşünürəm ki, fərqi yoxdur. İstər qız, istər oğlan. Allah bəxtini, taleyini gözəl yazsın. Bu balamızın da. Hər cürə də xonçası var idi. Nə bilim, soska, butulka, sonra hamam dəstəri, yəni darağı falan, hər bir şey düşünülmüşdü. Qəşəng zövqlə seçilmişdi. Dekorun yanında biraz uşaqların şəkillərini falan çəkdim. Bu da tortu ilə şirniləridir. Qəşəng belə maraqlı peçenyelər hazırlanmışdı. Sonra paylanması üçün belə konfetlər hazırlanmışdı. Qısası həqiqətən hər şey belə zövqlə seçilmişdi. Tortu, konfeti, peçenyeləri, xonçaları, paltarları, hamısı xüsusi zövqlə seçilmişdi. Əsas odur ki, ayağı düşərli, ayağı sayalı balalardan olsun, dediyim kimi. Bəxti taleyi gözəl olsun, igid bala olsun. Əsas odur, savadlı, cəmiyyətinə, ailəsinə xeyirli övladlardan olsun inşallah. Bugün biz Kamal bəyin işığına yığışmışdıq. Bu da Kamalın paltarıdır.